İkinci mərhələmiz artıq konvertə etdiyimiz vəsaitin xaricə köçürülməsidir. Beynəlxalq müqavilələrdə və yaxud da beynəlxalq ticarətlərdə əsasən ödəmələr tam şəkildə öncədən ödənilmiş şəkildə olur. Əksər hallarda. Biz vəsaiti köçürürük, daha sonra onlar məhsul malı göndərirlər. Onun üçün biz birinci beynəlxalq avans əməliyyatımızı edəcəyik, yəni valyuta ilə avans ödəməliyik. Ödəyəcəyimiz şirkət yük gömrük bəyannaməsində qeyd etdiyimiz şirkət olacaq. Yəni məhsulu aldığımız müəssisə kimdir? Tamam. İşarələyirəm, kopyalayıram, hazır dursun. İlk öncə qarşı tərəfin kontragentini formalaşdıracağam. Öz şirkətimizin qovluğunda, tədarükçülərdə. Burada artıq tədarükçülərdə yeni bir papka yaradıram. Tədarükçü papkasının içərisində beynəlxalq tədarükçülər deyə. Və həmin papkaya daxil olurum. Hal-hazırda boşdur. Əlavə et deyirəm. Şirkətimizin adını qeyd edirəm. Və yazmaq, müqavilə və hesabları aktivləşdirdim. Müqavilələrə düzəliş verirəm. Zatçı ilə doğrudur. Valyutasını USD seçirəm. Görürsünüz, yenə qədər valyuta dəyişmədi. Amma indi isə beynəlxalq köçürməni bu müqavilə əsasında edəcəyimiz üçün valyutanı dəyişirəm. Müqavilə məbləğini 21.859.20 edirəm. 21.859'un qarşılığı nə idi bizdə? 37.160. 160 nöqtə neçə idi? Qeyd etdim və yazmaq və OK. Qarşı tərəf beynəlxalq olduğu üçün hələ ki hesab formalaşdırmıram. Yazmaq və OK deyirəm. Artıq xarici kontragentim mövcuddur. Deyək ki, mən ayın 15-i tarixində, bu 15-i nə zamana düşür? Bugün 8-idir. Gəlin 11-i tarixində ya da 12-si tarixində, cümə günü olsun. 12-si tarixində bir köçürmə etmək istəyirəm. Bank nə deyək? Göndərilmiş ödəniş tapşırıqları deyək. Deməçü işarələyək və əlavə et deyək. Burada mal satana ödəniş bölümümüz var. OK deyirəm. Kontragent olaraq tədarükçülərdən, beynəlxalq tədarükçülər papkasından seçirəm. Alanın hesabı hal-hazırda boş görünür. Hesabını əlavə edirəm. Deyək ki, qarşı tərəfin hesabı burada yoxdur. Onun üçün yaradıram. Qarşı tərəfin bank hesabı sənəddə mövcuddurmu? Xeyr, mövcud deyil. İsə onun əvəzindən formalaşdıraq. Dəqiqə. Nə deyək? 60-60-60 deyək. Adını qeyd eləyək. Mirad Bank Türkiye hesab nömrəsini VTR yer olaraq Şiyə kontrol enter deyə seçim edək. Bir bankada həmin hesabı seçəcəm. Nə yaratmışdıq? Mən niyə görmürəm uşaqlar? Ziraatı. Aha. Burada. Hesab nömrəsi olaraqsa yine ZTR Şurada normal değil.
Xeyr, orada qeyd etdiyimdən eyni olmaq məcburiyyətində deyil. Biri hesab bankın öz hesabıdır, digəri isə bizim, daha doğrusu həmin şirkətin o bankda olan hesabıdır. Qeyd etdik. Köçürmə rəqəmimiz artıq köçürmə hissəmizi dəyişirik hesabımızı, valyuta hesabımızı seçəcəyik burada. Səbəb dövrəyə qalıq cədvəlindən baxaq. 223.02-dədir. 37.160.64 demiş uşaqlar, 10 değilmiş. 3760.64 demiş bu arada. Mən nə edəcəyəm? Hani bunun müqaviləsi. Ha? Keçəcəm 0,1'i 2 eləyəcəm. Banka hesabımız Silk ve USD alanın hesabı. Niye görünmedi? Bir dakika. Tesisatçı da seçmişik mi? Bəli. Tesisatçının valyutası USD'dir mi? Bəli. Burada baxaq valyuta var mı? Hə. Görürsünüz, ən xırda şeyləri unuda bilirik. Bəli, bu da mövcuddur. Gəlirik rəqəmimizə 21.859.20. Olarak seçtik. Hesaplaşma hesabımız 531 2. Avans hesabımız 243 2. Yani valyutada. Görürsünüz. Seçtik. Pul vəsaitinin hərəkət maddəsi, pul vəsaitinin köçürülməsi, verilmiş avans ədəbi var, verilmiş avans əsas məbləğ olaraq seçirəm. Məzənnəni qeyd etdi 1.70-lə və ödəniş tapşırığını da qalıcqasını vururam ki, pulu hesabımdan silsin. Əməliyyat hansı tarixə düşsün? Demişdik 12-sinə düşsün, düzdürmü? 12, okey. Və tərtib et. Artıq valyuta hesabım sıfırlanmış oldu. Və bu əməliyyata özümüzdə baxaq. Göndərilən ödəniş tapşırıqlarında USD iləndir. 243.02'nin debitinə gedib 223.02'dən. Yəni biz hələ bunun qarşılığında bir şey almadığımız üçün, hər hansı bir əməliyyatı daxil olmadığı üçün verdiğimiz pul bizim aktivimiz sayılır və verilmiş avansdadır. Yəni aktivlərin yer dəyişməsi oldu. Pul vəsaitim azaldı, valyuta hesabı əvəzində valyutada verilmiş avansım artdı. Bu əməliyyatı etdiyim zaman mənim bank komissiyamdır yarandı. Amma bank komissiyam beynəlxalq köçürmələrdə 0.03%-ləndir. Mənim köçürdüyüm pul nə qədərdir? 37.160 manat 64 qəpik. Onun 0.03%-i nə qədər edəcək? Deyə bilirsinizmi? Gəlin buradan görüb gedə bilirəm. Deməli 37.160.64 vurulsun 30 nədir? 0.03%. 11 manat 14 qəpik, 15 qəpik belə deyək. 11 manat 15 qəpiyimizi biz AZN hesabından silinməsini edəcəyik. Ümumiyyətən xarici, daha doğrusu dollarlandır, yoxsa yox, manatla. Xarici valyuta ilə silinmə etmirik hesabımızda çox zaman. Pulu köçürdüyümüz zaman hər zaman bildiriş veririk ki, köçürmənin haqqı, bank xidmət haqqısı birbaşa manat hesabından çıxılsın. Onun üçün ikinci əməliyyat bank
Pul vəsaitlərin silinməsinə dair ödəniş tapşırığı əlavə et və yaxud da ki, burada Silkveydən əməliyyatım var. FN F9 verirəm. 12-si tarixini seçirəm. Manat hesabımdan silinəcək. Deməli, bankımın rəqəmi yerində. Burada olacaq 11 manat 15 qəpikdir. Düzdürmü uşaqlar? 11, 15, 751 bank xidmət haqqı, bank komissiyası qeyd et və okey. Dövrəyə qaldığımıza baxaq. Bəli, istədiyim yerə çıxmış oldu. Dövrəyə balans cədvəlini yeniləyirəm və faiz xərclərini vururam bir baxam, görəm nə göstərir. Mənim üçün 2 əməliyyat göstərir. Biri bank xidmət haqqısında, digərisi də bank xidmət haqqısı konvertasiyada. Ayrı-ayrı əməliyyatları göstərir. 721-dəki xərc durumuna baxıram. Burada isə sadəcə icarə xərcim mövcuddur. 701 heç o satışımın mənə dəyəridir. Bu nə ilə bağlıdır baxaq. Ərzaq malları ilə bağlı. Bir ədəd satış etmişəm. Onunla bağlıdır. Artıq əməliyyatımızı da formalaşdırmış olduq. Son bir dövrəyə qalıq cədvəlimizi gözdən keçirək. Hər şey qaydasındadır və beynəlxalq avans əməliyyatını da, köçürmə əməliyyatını da etmiş olduq.